Bu videonu çəkirəm pubda işləyən ofisiantlar haqqında. Böyük bir problemdir də, yəni ki, əgər kimsə restoran, pub işlədirsə mənə başa düşəcək. Bunlar necə olurlar? Gəlirlər 3 gün işləyirlər, qaçıb gedirlər və yaxud da zəng vurub indi biri telefonla danışıram, elan qoymuşam, zəng vurub. Haradır, necədir? Nə var bu neçə işləyirəm 3 qızdır, sizlə biri 4 olacaq. Həmişə tank sayt verir. Bunlar biz necə günə 100, 120, 80 aralı çay boy tutan insanlardılar. Maaşları 20 manat olur. 1% faiz alırlar bunlar. Bir yerə gedirlər, istəyirlər ki, orada tək işləsinlər. Tək işləsinlər və orada bütün çay boyu özləri qazansınlar. Məsəl üçün, içlərində biri olur, alfa dişi olur. Bütün hər şeyi idarə o eləyir. Aləmi bir-birinə qatan eləyən. Sən nəysə olur, təzə işçi gəlir, torbasını tikir edir. Bizdə bir dənə qız var. Bu bərəkət and olsun. 9 nəfər saydım 3 ay ərzində qızın torbasını tikib çıxardı işdən. Tikib çıxardı. Sonra necə deyim sizə, yəni müştəriləri seçirlər, eləyirlər. Bilir o çay boy verəndir, bu çay boy verməyəndir. Çay boy verməyənə baxmırlar, eləmir. Daimi gələk nəzarət eləyəsən də. Başqa yerlərdə pub işlədən dostlarım da var. Onlardan da məlumatlar almışam. Eləsi var, gəlir məsəl üçün təzə qonaqdır. Ara açır, eləyir, zat, nömrə verir. Sonra nə bilim, kreditini bağlatdırır. Bir də görsən nə bilim, telefon aldırtdırır, eləyir zat. Yəni ümumiyyətlə mən işlədiyim yerdə ofisiant nömrə verirsə işdən çıxardıram onu. Bir dəfə 2 dəfə gördüm, işdən çıxardıram onu. Məsəl üçün qonağa danışır eləyir, qonaq əvvəlcədən buna deyir ki, mənə filan kəs ofisiant baxsın, gəlir. Sistem olur axı, sistem etablı olaraq bir zakazı bu götürür, bir zakazı bu götürür. Məsəl üçün özü deyir ki, mənə zəng vurturarsan, mən baxarsan necə. Sonra bu qız da təzə gəlib məsəl üçün biri görür ki, bu buna baxır, növbəsinə deyir, bardaq edirlər, bu küsür çıxır, bu dalıcı çıxır. Hər gün mənim də elanım var, orada işçi axtarıram, ikinci telefonla ki, yerinə işçi gəlsin eləsin. İşçi də çox bir yerdə işlədirsə, köhnəldirsə, başlayır ki, hegemonluq eləməyə, başa düşdün, hər bir şey küsmək, eləmək, zat belənsin. Mən bütün ofisiantları, qızları bu sferada işləm tanıyıram da demək olar. Əvvəl klubda işləyirdim, tanıyırdım orada şeylər olur, masovkalar olur, onları tanıyırdım. İndi də ofisiant qızları. Yəni böyük problemlərdən biridir. İndi bax zəng vurdum, danışdı, ona görə bu videonu çəkdim. Sonra ki, neçə ofisiantdır deyirəm, 3 Zayt Vestra, Despantovu kimi. Birdən dizəydim bir dənə qız, tez qaça-qaça gələcəkdi şey eləməyə. Yəni yaxşıları da var içində də, biri var mənlə işləyirdi oradadır. O normaldır, şeydir. Bir də padruq, biri var idi, bir dəfə gəlir, əkizdilər. Deyirəm, kişi, mən əkizini eləməm. Özü deyib, xadnoya çıxanda ikimiz birdən çıxacaq. Deyirəm, amma bəs restoranda kim işləyəcək? 2 dənə qızdır, ikimiz də bu xadno. Eyni vaxtda gelirlər, eyni vaxtda əkiz qızlardır. Qız da götürəndə gəlir, normal, qəşəng, vitdi fasonu. Biri zəng vurub, gəlib keçən sonra, deyirəm, şəkli var, atmır. Gəlib baxıram, görəm, qəşəng qızım var, bir dənə içəri lay peredok girdi beləsinə. O nə boyda bir şey. Deyirəm, ay götürmür. Deyirəm, bəs sənə deyirəm, şəkil at ki, nəndə bilsəydin belə məhlə uşağı Tahirə oxşayırsan, bu boyda lay peredoksan, səni çağırmazdı. Tutdu, taksi pulu da aldı məndən, dala qayıtdı. Yəni, çox çətin bir mövzulardan birində bu ofisiant qızlar. Sizin başınıza nə gəlib bu ofisiant qızlar haqqında yaza bilərsiniz yorumlarda. Müştəri kimdə oturanda nə problem olub yazın. Belə işçi kimi işlədirsinizsə də nə problem olub yaza bilərsiniz. Ofisiant qızlar başlayacaq mənə pisləməyə, eləməyə. Olanı deyiləm mən. Sağ olun.